sual edən soruşur ki, əgər hər hansısa bir şəxs və yaxud da iki şəxs imamla namazın bir və yaxud da iki rükətinə gecikərsə, imam salam verdikdən sonra həmin gecikən şəxslərdən hansısa biri imam olaraq digərinə imamlıq edirmi, yoxsa onlar ayrı-ayrılıqda namazlarını tamamlayıb salam verib bitirirlərmi? Əgər hər hansısa bir şəxs və yaxud da iki nəfər namazın ikinci və yaxud da üçüncü rükətində namaza daxil olublarsa, imam salam verdikdən sonra onlar hərəsi özü özlüyündə namaza davam edərək namazı tamamlayırlar. Onlardan biri digərinə imam olmur və yaxud da imamlıq etmir. Onlar öz namazlarını gəlib qoşulduqları imamın namazının ardı olaraq davam edərək bitirirlər. Onun üçün burada namazda hərəsi sərbəst özü özlüyündə namaz qılır. Heç biri digərinə imam durmadan namazını tamamlayaraq salam verib bitirirlər. Allah daha gözəl bilir.